Axşamdan toplanardı leyen, tava, qazanlar. Sabah tut çırpılacaq, tez oyansın yatanlar. Yuxulu gözlər ilə çadırdan yapışardıq. Kölgədə dayanmağa yer üçün kapışardıq. Çadırın ətrafında girərdik dondan dona. En güzel ağacı da saxlayardıq en sona. Budak budak gəzərdi atam 5-10 ağacı. Ağac sağdı, atam yox. Bu həqiqət çox acı. Nənəm hey səslənərdi, bala ehtiyatlı ol. O zaman dağ yarardı atamdaki bilək, qol. Boşaldardıq çadırı, içi tutla dolanda. Tutup sürükləyərdik biri geri qalanda. Son ağaca gələndə tükənərdi gücümüz, köməkləşib çəkərdik bir yerinə üçümüz. Tələsmirdik sonuncu çırpımı boşaltmağa. Başlayardıq en gözəl tutu bir dadmağa. Oturardıq çadırın ətrafında kölgədə, bəhməz bişirmək vardı gün uzunu növbədə. Toplanardıq ocağın ətrafında his, duman, o mətdən yemək üçün tələsirdik biz yaman. Qaynadardı, süzərdi nənəm bütün tutları, doyunca oynayardıq töküb bütün qurtları. Saatlarca ocağa odun sürükləyərdik. Palaz üstə kölgədə bəzən mürgüləyərdik. Tez-tez gəlib sorardıq, nənə hələ çox mu var? Deyirdi ki, az qalıb birazdan hazır olar. Bəhməz bişib bitəndə 3-5 qazan edərdi. Sonra da başlayardı tiyan yalama dərdi. Gülərdik, cırnayardıq, bəzən hissə batardıq. Beləcə uşaqlığın dadını çıxarardıq. Ağac da yerindədir, babamgilin evi də, dağdağanın kölgəsi, hətta ocaq yeri də. Uşaqlar böyüyübdü, böyüklər isə yoxdur. Mənimsə o illərdən alacaqlarım çoxdur. Kaş bir sabah o gündə, o kənddə oyanaydım. Bir də sevdiklərimlə yan-yana dayanaydım. Yenə xatirələrin önündə duruxmuşam, rəhimli. O günlər üçün yamanca darıxmışam. Rəhimli, o günlər üçün yamanca darıxmışam. Yamanca darıxmışam.